Salam, hər vaxtınız xeyir olsun. Biz sizinlə bugün iyulun 5-də keçirilən 3-cü qruplar üçün qəbul suallarına birlikdə baxacağıq. Azərbaycan dil fənni ilə başlayırıq. Birinci sualda nümunələrə əsasən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin deyir. Eyler-Venn diaqramının 3 tərəfi olur. Birinci tərəf yalnız birinciyə aid olan nümunələrdir. İkinci tərəf isə yalnız ikinciyə aid olanlardır. Hər ikisinin kəsişməsində yazılanlar isə ortaq xüsusiyyətlərdir. Əgər birincidə həm birinciyə, həm ikinciyə aid olan ortaq xüsusiyyət yazılıbsa, biz bunu doğru cavab kimi qəbul etmirik. Çünki ortaq xüsusiyyətlər ortada yazılmalıdır. Gəlin baxaq. Birinci nümunədə deyir ki, binanın təmirini 2 aya başa çatdıracaqlarına söz verdilər. Bu cümlənin gəlin xəbərinə baxaq. Xəbəri söz verdilərdi, çünki söz vermək frazoloji birləşmədir. Və bu cümlə tipi olaraq bir qrup şəxs buna söz verdiyinə görə qeyri-müəyyən şəxsli cümlə adlanır. Qeyri-müəyyən şəxsli. Çünki biz bilmirik ki, söz verən kimlərdir. Əgər onlar olsaydı və yaxud konkret şəkildə ad çəkilsəydi, biz buna deyəcəkdik müəyyən şəxsli. İkinci cümlədə isə yıxılana balta çalmazlar. Bu atalar sözləridir. Həmçinin cümlənin sonunda xəbər lalə şəkilsi ilə bitir və bu hamıya aid olan bir cümlədir. Ona görə bu cümlə ümumi şəxsli cümlə adlanır. İndi gəlin baxaq. Birincidə deyirik, yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir. Xeyr, birinci cümləmizdə yalnız xəbər yoxdur. Həmçinin nəyə söz verdilər? Binanın təmirini 2 aya başa çatdıracaqlarına tamamlıq da var. Deməli, birinci yanlışdır. Bizdən də yanlış fikirləri istədiyinə görə birincini götürürük. 2. Yazılıb ki, şəxssiz cümlədir. Xeyr, biz dedik ki, bir qrup şəxs tərəfindən bu iş görüldüyünə görə bu qeyri-müəyyən şəxssiz cümlədir. Ona görə bu da səhvdir. Və cavablarımıza baxırıq. 1, 2 olmayan variantların hamısının üzərindən xətt çəkirik. Avtomatik bizim cavabımız çıxır. Lakin gəlin davam edək. 3. Nəqli cümlədir. Bəli, cümlənin məqsəd və intonasiyaya görə 4 növü var. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və nida cümləsi. Hər iki cümlə nəqli cümlədir. Bu doğrudur. Bizə məlumat verir. İkinci sütunumuza baxdıqda isə dördüncü deyir, ümumi şəxsi cümlədir. Bəli, atalar sözləri ilə ifadə olunub, mübtədası yoxdur. Xəbəri üçüncü şəxsin cəmindədir. Doğrudur. Xəbəri feilin arzu şəkli ilə ifadə olunub. Gəlin baxaq, çalmazlar. Çalmaq sözün köküdür. Mə inkar şəkilsidir və yaxud m-nı ayrılıq da götürə bilərik. Burada qalır az. Az da deyirik ki, qeyri qəti gələcək zamanı inkara çevirəndə maz şəklində olur. Deməli, bu feilin arzu şəklində yox, feilin xəbər şəklindədir. Deməli, larləri isə cəm şəkilçisidir və yaxud üçüncü şəxsin cəmi şəxsonluğu da hesab oluna bilər. Deməli, bu variantımız da səhvdir. Birinci testimizdə doğru cavabımız olmalıdır. D variantı. Sualımızla davam edək. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Birinci cümlədəki feillərlə bağlı olan doğru fikirdir. İkinci cümlədəki feillərlə bağlı yanlış fikirdir. Burada bizim əsas diqqət yetirəcəyimiz məsələ doğru və yanlış fikirlərdir və feillər. Birinci cümlədəki feillərə baxaq. Qalaya hücum edən əskərlər çox ehtiyatla irəliləməyə çalışsalar da, keşikçilər onu görmüş, müdafiəçiləri oyatmışdılar. Gəlin baxaq. Hücum edən, çünki olmaq, etmək, eləmək, bilmək. Bu feillər mürəkkəb feil yaradır və birlikdə təhlil olunur. İrəliləmək, çalışmaq, görmək, oyatmışdılar. Deməli, birinci cümləmizdə bizim 5 dənə feilimiz var. İkinci cümləyə baxaq. Məhəmməd onları sahib qıranın bir qədər aralıda qurulmuş çadırına gətirdi. Teymurləng Misir xocanı və müşahidçiləri çadırın yanında qarşıladı. Gəlin baxaq. Qurulmuş, gətirdi, qarşıladı. Burada isə 3 dənə feilimiz var. İndi gəlin cədvələ birlikdə baxaq. Birinci, təsriflənməyən feillər tərkib əmələ gətirmişdir. Təsriflənməyən feillər dedikdə məstər, feili sifət və feili bağlama nəzərdə tutulur. Bunlar şəxsə görə dəyişə bilməyən feillərdir. Baxaq, qalaya hücum edən əskərlər. Hansı əskərlər? Qalaya hücum edən, bəli, feili sifət tərkibidir. İrəliləməyə çalışsalar da nəyə? Ehtiyatla irəliləməyə. Bəli, bu da tərkib yaradıb. Keşikçilər onu görmüş, müdafiəçiləri oyatmışlar. Bunlar isə təsriflənməyən feillərdir. Deməli, birinci fikir doğrudur. Təsriflənən feillərdən biri şəklinə görə digərindən fərqlənir. Bəli, bu an, ən feili sifətdir. Feili sifət. İrəliləməkdə isə maqməkdir. Maqmək isə məstər yaradır. Deməli, biri məstərdir, biri də feili sifətdir. Bu da doğrudur.
İki nitq hissəsinin xüsusiyyətini daşıyan feillər quruluşca eynidir. Burada isə artıq yanlışdır. Çünki irəliləmək feili quruluşca düzəltmə feildir. Lakin hücum edən isə bayaq dediyimiz kimi quruluşca mürəkkəb feildir. Deməli 3 doğru deyil. Keçdik ikinciyə. İkinci cümlədəki feillərlə bağlı yanlış fikirləri bizdən istəyir. Gəlin baxaq. Deməli, 4-də deyir, təsriflənməyən feil məhsul növdədir. Təsriflənməyən yalnız burada bir feildir, o da qurulmuş sözüdür. Məhsul növdə olduğunu hardan bilirik? Burada qurmaq sözün köküdür. Ul şəkilçisi məhsul növün şəkilçisidir. Çünki çadır özü-özünə qurula bilməz. Ona görə biz ona deyə bilmərik ki, qayıdış növdədir. Çadır kimsə tərəfindən qurulub, lakin biz bilmirik ki, kim qurub. Ona görə bu məhsul növdədir. Bu doğru fikirdir. Buradan 1 və 2-ni götürürük, 3-ü isə götürmürük. Müstəqil cümlə üzvü olan feillərin quruluşcu növləridir. Müstəqil cümlə üzvü olan feillər təsriflənməyən feillər deyil, təsriflənən feillərdir. Gətirdi quruluşca gətmək deyə bir söz olmadığına görə gətir kökdür, sadədir. Qarşıladı sözündə isə qarşı sözün köküdür. Qarşılamaq leksikdir. Deməli bu düzəltmədir. Fərqlidir, bu da doğrudur. Düzəltmə feillər eyni nitq hissəsindən yaranmışdır. Qurulmuş sözü feildir, düzəltmədir və feildən yaranmışdır. Gətirdi sözü dedik ki, sadədir. Qarşıladı sözü isə qarşı, qarşımaq sözündən yaranmayıb, yəni kökü feil deyil. Ona görə də 6 səhv fikirdir. Deməli, bizim düzgün cavabımız olmalıdır. 1, 2, 6 C variantı. Üçüncü sualımız müqayisə cədvəlidir və tabeli mürəkkəb cümlə ilə bağlıdır. Gəlin baxaq. Bizdən doğru fikirləri istəyir. Birinci nümunədə yazılıbdır ki, əgər onlarda sənin düşündüyün məlumat varsa, narahat olmağa ehtiyac yoxdur. Əgər şərt bağlayıcısıdır, tabelik bağlayıcısıdır. Şərt bağlayıcısı ilə bağlanan cümlələrdə birinci budaq cümlə, daha sonra baş cümlə gəlir. Və budaq cümlə baş cümlədən asılıdır. Varsa sözündə sasə şərt şəkilçisi deyil, isə hissəcidir. Çünki şərt şəkilçisi yalnız feillərə qoşulur. Var isə predikativ xəbərdir, yəni onun hərəkət bildirmir. İkinci, haradakı insanlara qarşı sevgi yoxdur, oradan uzaqlaşmaq lazımdır. Haradakı bağlayıcı sözdür. Bağlayıcı sözlər sual əvəzliklərlə ifadə olunur və budaq cümlədə olur. Onun həmin haradakı sualının qarşılığı oradan cavabıdır. Buna əvəzlik gəlib deyirik. Əvəzlik gəlib də yalnız baş cümlədə olur. Deməli, burada da birinci budaq cümlə gəlib, daha sonra isə baş cümlə gəlib. Gəlin baxaq. Birincidə deyir ki, həm budaq cümlənin, həm də baş cümlənin tərkibində suala cavab verməyən cümlə üzvü var. Suala cavab verməyən cümlə üzvləri ya predikativ xəbərlərdir, ya da sual əvəzlikləri ilə ifadə olunan hər hansı bir cümlə üzvüdür. Birinci cümlədə varsa sözü və yaxud yoxdur. Bunlar həm baş, həm budaq cümlədə suala cavab verməyən sözdür. Lakin ikinci nümunədə də yoxdur, lazımdır. Bunlar da predikativ xəbərlər olduğuna görə bu hər ikisinə aid olan xüsusiyyətdir. Keçdik ikinciyə. İkincidə görək nə verilibdir bizim üçün. Burada İkinci, budaq cümlə baş cümləyə tabelik bağlayıcısı və şərt bağlayıcısı ilə bağlanılıbdır. Biz bayaq qeyd elədik ki, tabelik bağlayıcısı düzdür, lakin şərt şəkilçisi yox, isə hissəci ilə bağlanıb. Deməli, ikinci fikirdə səhvdir. 1-2 olanları variantlarımızdan atırıq və bizim cavabımız avtomatik şəkildə B variantıdır. Lakin gəlin davam edək.
Üçüncüdə deyir, budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıbdır. Bəli, haradakı bağlayıcı sözdür. Haradakı doğrudur. Baş cümlənin tərkibində ikinci dərəcəli üzv iştirak etməyib. Doğrudur. Çünki oradan uzaqlaşmaq lazımdır. Lazımdır nə? Oradan uzaqlaşmaq. Bu mübtədadır. Bu cümlə yalnız mübtəda və xəbərdən ibarətdir və ikinci dərəcəli üzv iştirak eləməyib. Doğrudur. Beşincidə deyir, baş cümlədə həm ismin, həm feilin xüsusiyyətini daşıyan sözdən istifadə edilib. Həm ismin, həm feilin xüsusiyyətini daşıyan söz məstərdir. Gəlin baxaq. Baş cümlədə dediyinə görə hər iki cümlədə ikinci tərəfə baxacağıq. Narahat olmağa ehtiyac yoxdur. Baxın, maqmək və ikinci cümləmizdə də yenə maqmək. Deməli, bu da doğrudur. 6-da deyir isə, budaq cümlədəki təyin ismi birləşmə ilə ifadə olunub. Elə gəlin birinci cümləyə baxaq. Əgər onlarda sənin düşündüyün məlumat varsa, hansı məlumat? Sənin düşündüyün dığı ilə düzələn feili sifətlər ismi birləşmə yox, feili birləşmə yaradır. Ona görə bu da səhvdir. Düzgün cavabımız B variantı olacaq. Dördüncü sualımızda hansı nümunədə həm ədat, həm də ədatla amonim olan əsas nitq hissəsi işlənmişdir? Gəlin birinci ədatları tapaq. Ayrılıq mı çəkib, boynun əyridir, mı, sual ədatı. Heç yerdə görmədim düz bənövşəni. Düz burada ədat deyil, amma ədatla amonim olan əsas nitq hissəsidir. Bəs biz hardan bildik ki, ədat deyil? Düz bənövşəni, necə bənövşəni sual verə bilirik və sualın cavabında düz sözünü alırıq. Deməli, burada sifətdir. Evin bütün lampaları kimi bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Burada baxırıq, lampaları kimi qoşmadır. Bu axşam həyətin bu tək fənəri də necə fənəri, tək fənəri. Burada ədat yoxdur. Burada da yenə sifətdir. Də yandırılmamışdır. Də isə burada bağlayıcıdır. Deməli, burada ədat yoxdur. Bəs özün deyirdin ki, bəs sual ədatıdır. Elə yazma, belə yaz. Elə, belə ədatdır, lakin burada ədat kimi işlənməyib, çünki sual verə bilirik. Necə yazma? Necə yaz? Deməli, burada əvəzlikdir. İndi nə istərsən? 3-ü də götürürük, 1-i götürürük, 3-ü götürürük. 1, 3 olmayan variantlarımızı çıxırıq və bizim cavabımız B variantı alınır. Yenə də davam eləyək. Bu kənddə nə işıq görünür, nə də həyat səsi eşidilir, nə də inkar bağlayıcısıdır. Burada ədat yoxdur. Cavan oğlan, yaxın gəl, ətrafına lap yaxşı bax. Sənin qismətində deyəsən bir gözəl var. Burada lap ədatdır, lakin ədatla gəlin baxaq görək. Amonim olan əsas nitq hissəsi varmı? Var, bəli. Gəl, get, gör. Bunlar həm əmr ədatı ola bilirlər, həm də əmr şəklində olan feil ola bilərlər. Burada feildir. Gəl, nə et? Gəl, sual verə bilirik. Ona görə 5-i də götürürük. 6-da fikrimcə bu sənə ziyandan başqa nəsə verməz. Fikrimcə modal sözdür və ziyandan başqa burada isə qoşma işlənir. Ümumiyyətlə burada ədat yoxdur. Ona görə doğru cavabımız B olacaq. 6-cı sözdə, daha doğrusu 5-ci sual. 5-ci sual məncə suallar arasında ən asan suallardan biridir. Mücərrət mənalı düzəltmə isimlərinin cərgəsini müəyyən edin. Bizdən 3 dənə şey istəyir. Mücərrət olsun, quruluşçu düzəltmə olsun və isim olsun. Mücərrət isimlər ümumiyyətlə 2 yerə bölünür. Konkret və mücərrət. Nəyi ki biz görə bilirik, toxuna bilirik, şəklini çəkə bilirik. Bunlar konkret isimlərdir. Eləyə bilmədiklərimiz isə mücərrətdir. Bu tip testləri işləməyin ən asan yolu isimlər hissəsinə fokuslanmaqdır. Gəlin biz işimizi asanlaşdıraq. İsim olmayan variantları çıxaq. İşlək. Necə? İşlək. Bu sifətdir.
İblisanə. Necə iblisanə? Bu sifətdir. Xəyalpərvər. Necə xəyalpərvər? Bu da sifətdir, isim deyil. Yerdə qaldı B və Y variantları. Y variantına gəlin baxaq. Sənətkar. Sənətkar sözü isimdir, quruluşçu düzəltmədir, doğrudur. Lakin sənətkarı biz görə bilirik. Düzdürmü? Sənətkar isimdir, düzəltmədir, amma konkretdir. Ona görə bu variant da çıxdı. Cavabımız B variantıdır. Vətənpərvərlik, azadlıq və mərdlik hər biri quruluşçu düzəltmədir, isimdir və biz bunları görə bilmirik. Doğru cavab B variantı. Sual: səhərin ala-qaranlığında şehli yarpaqlar günəşin ilk şəfəqləri ilə yuyunur. Təbiətin oyanış nəğməsini sükutla dinləyirdi cümləsində feillərlə bağlı yanlış fikirləri istəyir. Deməli, biz diqqətli olmalıyıq. Burada yanlış fikirlər istəyir və feillərlə bağlı. Feilləri tapaq. Səhərin ala-qaranlığında şehli yarpaqlar günəşin ilk şəfəqləri ilə yuyunur. Təbiətin oyanış nəğməsini sükutla dinləyirdi. 2 dənə feilimiz var. Hər ikisi xəbər şəklindədir. Quruluşçu düzəltmədir. Yuyunur, dinləyirdi. Hər ikisi indiki zamandadır. Zamanlar da xəbər şəklini yaradır. Doğrudur. Quruluşuna gəlin baxaq. Yumaq sözün köküdür. Yuyunmaq düzəltmədir. Dinləmək sözün köküdür. Bu isə sadədir. Deməli, birinci səhvdir. Biri indiki, digəri keçmiş zamandadır. Xeyr. Yuyunur, ir indiki zamandır. Dinləyir, indiki zamandır. Orada zamandan sonra artırılan di isə idi hissəciyidir. Bu da səhvdir. Deməli, 1-2 səhvdir. 1-2 olmayan variantlarımızı çıxırıq. Kökləri və başlanğıc formaları fərqli nitq hissəsidir. Gəlin baxaq. Yumaq feildir. Sözün köküdür. Yuyunmaq da feildir. Sözün köküdür və başlanğıc forması eynidir. Burada isə deyir fərqlidir. Deməli, bu da səhvdir. Biri qayıdış, digəri məlum növdədir. Bu doğrudur. Çünki yuyunmaqda şəkilçi var. Dinləməkdə isə şəkilçi yoxdur. Elə dinlə sözün özüdür. Bu doğrudur. Kökləri isimli, amonimli təşkil edir. Yu sözü isimli amonimlik təşkil etmir. Həmçinin dinlə amonimlik təşkil etmir. Bu səhvdir. Hər ikisi təsdiqdədir. Bəli, işi icra edirlər. Təsdiqdədir. Doğrudur. Deməli, bizim doğru cavabımız C variantı olacaq. 7-ci sualımız yenə Eyler-Venn diaqramına əsaslanan yanlış fikirləri bizdən istəyir. Burada 2 cümlə verilib. Baxdığımız qədərlə həmcins üzvlər uzlaşma əlaqəsindən söhbət gedir. Deməli, biz bu cümlələri sintaktik təhlil eləməliyik. Birinci cümlə. O gündən kənd nəğmə oxuyan, yem dalınca uçub gələn quşlarla doldu. Birinci xəbərimizi tapırıq. Doldu. Hara? Kənd. Kənd cümlənin mübtədasıdır. Nə ilə doldu? Quşlarla tamamlıqda. Hansı quşlar? Yem dalınca uçub gələn, tərkib yaradan feili sifət tərkibidir və təyindir. Hansı quşlarla? Nəğmə oxuyan. Nə zamandan? O gündən. Burada bütün cümlə üzvləri iştirak eləyib. İkinci cümlə. Bayat qalası güllü çiçəkli axar-baxarda düzənlikdə tikilmişdi. Tikilmişdi hara? Bayat qalası. Harada? Düzənlikdə yer zərfliyi. Hansı düzənliyi? Axar-baxarlı, hansı? Güllü çiçəkli. Bunların hər ikisində həmcins təyinlərdən istifadə olunur. Lakin ikinci cümlədə tamamlıq yoxdur. Birinci cümlədə isə var. Bir də deyir, bütün cümlə üzvləri işlənib doğrudur. 2. Hər iki baş üzv nitq hissəsi ilə ifadə olunub. Kənd isimdir, doldu feildir. Yəni söz birləşməsi ilə yox, sözlə ifadə olunub. 3. Həmcins üzvlü sadə cümlədir. Hər ikisində həmcins təyinlər var və sadə cümlədir. Bu da doğrudur. Mürəkkəb olmaq üçün ayrı-ayrı mübtəda xəbərlərdən ibarət olmalı idi. 4. İki cümlə üzvü söz birləşməsi ilə ifadə olunub. Birinci cümlədə iki cümlə üzvü yox, nəğmə oxuyan, o gündən və yem dalınca uçub gələn 3. İkincidə isə yalnız Bayat qalası
söz birləşməsi ilə ifadə olunub. Bu səhv fikirdir. Həmcins üzvlər nitq hissələri ilə ifadə olunub. 5-də deyir. Güllü, çiçəkli, axar, baxarlı hər ikisi sifətdir. Hər ikisi mürəkkəb sifətlə ifadə olunub. Bu da doğrudur. 6. Uzlaşma əlaqəsindən istifadə olunub. Gəlin baxaq. Uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. Bu doğrudur. Lakin birinci cümlədə də kənd və Doldu arasında uzlaşma əlaqəsi var. İkinci cümlədə də Bayat qalasında. Bu 6 yalnız ikinci fikrə aid deyil, ortaq fikrə aiddir. Ona görə ortada yazılmalıdır. Bu da səhv variant. Deməli, bizim doğru cavabımız olacaq Y variantı. 8-ci tapşırıqda bizdən cümlələrdən birinin xəbəri sifətdən düzələn feillə ifadə olunubdur. Yəni, xəbəri tapmalıyıq birinci, sonra isə hansı nitq hissəsindən düzəlib ona baxmalıyıq. Və son nəticədə feil olmalıdır. Ocaq yavaş-yavaş alovlanırdı cümləmizin xəbəri. Doktor, siz çox xeyirxahsınız cümləmizin xəbəri. Sizinlə söhbət etmək çox xoşdur cümləmizin xəbəri. Yaz günəşi doğanda hava yaxşılaşır. Yaxşılaşır xəbərdir. Çayın suyu getdikcə azalırdı. Nə edirdi? Azalırdı. Bu da xəbərdir. Son nəticədə bizdə feil olmağını istəyir. Xeyirxahsınız, necəsiniz? Xeyirxahsınız. Bu sifətdir. Bu feil deyil. Xoşdur, necədir? Bu sifətdir, feil deyil. Deməli, feil olmağı üçün bizdə A, D, Y variantları var. Amma indi biz tapmalıyıq ki, bunlardan hansı sifətdən düzəlibdir. Gəlin birinci nümunəyə baxaq. Alovlanırdı sözünün kökü alovdur. Alovlamaq söz yoxdur. Alovlanmaq bir şəkilçidir. Qrammatik, D də qrammatik şəkilçidir. Belə baxanda hansınla düzəlib deyəndə sonuncu leksik şəkilçidən əvvələ baxırıq. Alov isimdir. Deməli, bu isimdən düzələn feildir. D variantına baxaq. Yaxşılaşır. Yaxşı sözün köküdür. Yaxşılamaq söz yoxdur. Ona görə laş bütövlükdə bir şəkilçidir. Da qrammatik şəkilçidir. Deməli, sonuncu leksik şəkilçidən əvvələ baxırıq. Yaxşı, necə? Deməli, bu sifətdən düzələn feildir. Azalırdı sözündə az sözün kökü, azalmaq, leksik, qrammatik şəkilçilərdir. Sonuncu leksik şəkilçidən əvvələ baxırıq. Az, nə qədər az. Bu isə saydan düzələn feildir. Deməli, doğru cavabımız olacaq D variantı.